Vaxtınız xeyir olsun. Növbəti miq suallarına baxaq, riyaziyyatın miq suallarına baxaq. Yenə də deyirəm, qüsurlu olmuş olsa, təbii ki, üzrlü hesab edeyim. Müəllimlərin yaddaşında qalan sualları sual formasında, yəni yazmağa çalışmışıq. Aralarında 1000 metr olan A və B məntəqəsindən burada əks istiqamətlidir. Yəni bura əks sözü qeyd olunmalıdır. Üzrlü hesab eləyin. Əks istiqamətdə yük və minik maşınları yola düşür. Minik maşının sürəti 120 km, yük maşınının isə bu sürətin 8də 3 kilometrdir. 1 saat sonra yük maşının sürəti 60%-ni artırır. Maşınlar daha 2 saat yol gedirlər. Aralarındakı məsafə nə qədərdir soruşur. Baxırıq, ümumiyyətlə deməli nəyi tapmalıyıq? Əks istiqamətdə olanları biz bilirik ki, əks istiqamətdə olan məsafələr toplanır. Sadəcə diqqət etməli məqam odur ki, buradakı 1000 metr 1 kilometrdir. Yəni bunların arasında 1 kilometr, yəni metri kilometrə çevirəndə 1000 metr 1 kilometrdir. Deməli bunların arasında 1000 kilometr məsafə var. Aha, minik maşının sürəti 120 kilometrdir. 120 kilometrdir. Yük maşınının sürəti isə deməli 120 kilometrin 8də 3-ü, 120 kilometrin də 8də 3-ü, deməli 120 ilə 8 düşür 15, 15-i də 3-ə vuranda 45. Deməli yük maşının sürəti isə 45 kilometrdir. Və bunlar deyir ki, 1 saat sonra yük maşının sürəti. 1 saat hələ bunlar görə nə qədər gedir? 1 saata deməli minik maşını 120 kilometr gedir. Yük maşını isə təbii ki 45 kilometr gedir. Və əks istiqamətdə olduğuna görə biz bunların sürətlərini toplayıb zamana vuracağıq. Deməli 120-ni 20-nin üzərinə 45 gəlirik və 1-ə vuranda da təbii ki eləyir 165. Baxın, 1 saatda hər iki maşın 145 kilometr gedir. Daha sonra deyir ki, deməli 1 saatdan sonra 60, yəni yük maşını sürətini 60%-ni artırıb. 60% artırıb nə deməkdir? Yəni ki 45 kilometr, yəni deməli 45 kilometr 60%-ni artırması o deməkdir ki, 45-i vururuq 60-a, bölürük 100-ə. Düzdür? Deməli 45 ilə 100 deməli neçəyə gedir? Təbii ki 5-ə. 45 9, 100-də də 5, 20. 20 ilə də 60 ixtisar gedir. Bu da 3 düşür. 3 dənə də 9-um 27. Deməli, yük maşını 60% sürətini, yəni 45-in 60% artırılması 27 kilometr artırması deməkdir. Yəni 45 üzərinə gəlinsin 27. Bu da edir 60, deməli 72. Bəli, 72 kilometr. Daha sonra, yəni 1 saatdan sonra yük maşını sürətini 72-yə qaldırmış olur. Sonra nə qədər gedir? Təbii ki, deməli, maşınlar daha 2 saat yol gedirlər. Baxın, 1 kilometr, bunu başqa rənglə edeyim, 1 kilometr əvvəl getmişlər. İkinci 1 saat ərzində 165 kilometr gedir. İndi bizə 3-cü mərhələdə ikisinin birlikdə 2 saat nə qədər yol getdiyini soruşur. Ümumilikdə məsafəni soruşur bizdən. Baxaq, deməli, 72 bir gedir, 120. Birinci minik maşını elə 120 gedir, yəni o sürətini dəyişməmişdir. İkinci maşını isə 72-yə qaldırmışdır sürətini və 2 saatı soruşur. 2-yə vururuq. Bu da deməli 120 üzəri gəlsin 72 eləyir 192. 192-ni də 2-yə vuranda edir 384. 384. İndi hər biri ümumilikdə sürətlərini toplayırıq. Yəni 165 üzərinə gəlinsin 384 və 1 kilometr. Baxaq, deməli neçə ilə 10 0 yazırıq. 1 yadda 8 üstünə 6 14 1 də orada 5 və 3 4 bu da 5 550 kilometr. Aralarındakı olan deməli məsafə isə 550 kilometr etmiş olur. Yəni birbaşa cavabı bura yazıram ki 550 kilometr. Güman eləyirəm başa düşmüş oldunuz. Daha sonra ikinci məsələyə baxırıq. İkinci məsələ ümumiyyətlə belə deyək, şifahi ilə yazılacaq bir məsələdir. Ata ilə oğlun yaşları cəmi 43-dür. Oğlun 5 il sonra 11 yaşı olacaq. Ata
atanın 3 il əvvəlki yaşını tapın. Baxın, ata ilə oğlun yaşları hal-hazırda cəmi 43-dür, düzdür? Və oğulun 5 il sonra 11 yaşı olacaq. 5 il sonra 11 yaşı olacaq şəxsin indiki yaşını tapmaq üçün nə etməliyik? 11-dən 5-i çıxmalıyıq ki, hal-hazırda oğulun deməli 6 yaşı var. Və bu oğul 6 yaşın, yəni 43 yaşın 6 yaşı oğlun payına düşürsə, ümumilikdə atanın yaşını, yəni atanın yaşını bundan tapmaq üçün cəmlə 43-dən 6 indiki oğlun yaşını çıxarıq ki, görək atanın hal-hazırda neçə yaşı var. 43-dən də 6-nı çıxanda 37 tapmış oluruq. Bizdən isə şərtdə nə soruşur? Atanın 3 il əvvəlki yaşını tapın. Təbii ki, yaşını 37-dən hal-hazırdakı yaşından əvvəlki yaşına tapmaq üçün 3 ili çıxırıq ki, bu da edir 34. Güman eləyirəm aydın oldu. Növbəti izahlara qədər.